Salam dostlar, belə bir sualımız var. Deməli, ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0 verilib. A, B, C hər biri tam ədəd olarsa, bildiyimiz kimi bu tipli misallar necə həll edirdik? Diskriminant bərabərdir b kvadrat çıxılsın 4ac-nin. Bizdən soruşulan və ya bizə verilən nədir? Deyir ki, burada diskriminant ya həmişə 4-ün bölənidir və ya 4-ə böləndə həmişə qalıqda 1 verir. Bunun isbatı nədir? Əslində bunun isbatı asandır, amma misallarda bizə çox köməklik edir. Hardan alındığına baxaq. Diskriminant bərabərdir b kvadrat çıx 4ac. 4ac-nin 4-ə bölündüyünü görürük. B-yə şərt verməliyik. Necə? Bilirik ki, B-imiz ya cüt ədəd olmalıdır və ya tək ədəd olmalıdır. Cüt ədəd olsa b bərabərdir 2n olduğunu rahatlıqla yaza bilərik. Deməli, diskriminant bərabərdir 2n kvadratı çıxılsın 4ac. 4n kvadratı çıxılsın 4ac bərabərdir 4 vurulsun n kvadrat çıx ac. Həqiqətən də diskriminantın 4-ün böləni olduğunu isbat etdik. İndi isə ikinci şərtə baxaq. Bir tək ədəd olarsa, yəni 2n çıx 1 olarsa, diskriminant bərabərdir b kvadrat çıx 4ac. B-nin yeni 2n çıxılsın 1-in bağlanmış kvadratı çıxılsın 4ac yaza bilərik. 4n kvadrat çıx 4n çıx 4ac üstəgəl 1-i sona saxladım. Baxın, 4-ü mötərizə xaricinə çıxarsaq n kvadrat çıx n çıx ac üstəgəl 1. Buna 1k yazdıqda 4k üstəgəl 1 olduğunu rahatlıqla görə bilərik. Eyni ilə yuxarıda da k yazsaq 4k. Həqiqətən də teoremimiz isbat olundu. Deməli, diskriminant ya həmişə 4-ün bölənidir və ya 4-ə böləndə həmişə qalıqda 1 alınır.